Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Bugün sizlərlə bərabər güvən nəşriyyatının keçirdiyi sınaq 14, birinci qrup 10-cu sinif suallarının izahına baxacaq. Başlayaq ilk sualımızdan. Deyir, aşağıdakı nöqtələrdən hansı y bərabərdir 2x-6 funksiyasının qrafiki üzərində yerləşir? Demək, A variantına baxsaq, x-in yerinə 2 qoysaq, 2 vur 2 çıx 6, yəni mənfi 2 eləməlidir. Demək ki, A variantı deyil. X-in yerinə B variantına 3-ü qoysaq, 2-ni 3-ə vursaq 6, altdan ise 0 eləməli idi. Demək ki, B variantında deyil. C nöqtəsində deyir ki, x-in yerinə 4 qoyanda y-imiz 4 olur. 2-ni 4-ə vursam 8, 6 çıxsam bu 2 eləməlidir, bu da deyil. D variantında da x-in yerinə 5 qoysaq 10 eləyir, 10-dan 6-sam 4 eləməlidir, bu da deyil. Onda demək ki, cavabımız Y variantı olur. Yoxlayaq, 2-ni 6-ya vursaq və 6 çıxsaq, həqiqətən də 12 çıx 6 nə eləmiş olur? 6. Demək ki, cavabımız nədir? Y variantıdır. Gəldik ikinci sualımıza. A ədədi B ədədindən 20% kiçikdir. A ədədi B ədədindən 20% kiçiksə, onda A-mız nəyə bərabərdir? 0,8 B-yə. Demək, A kvadratı ədədi deyir. B kvadratı ədədinin neçə faizidir? Onda A kvadratımız, yəni 0,8-in kvadratı edir 0,164 B kvadratını B kvadratına bölsəm və 100-ə vursam, faiz olarak almış olurum. B kvadratı 7, 164'ü 100'e vursak 64 olmuş olur cevap. Cevap oldu C variantı. Geldi üçüncü sualımıza. X bərabərdir 3y minus 4 tənliklər, y bərabərdir x minus 2 tənliklər sistemindən x plus y cəmini tapın. Demək, y-in qiymətini və yaxud da x-in qiymətini gətirib digərində yerinə yazsaq, onda olacaq y bərabərdir. Mən birinci tənlik ikinci də yerinə yazıram. 3y minus 4 çıxılsın olmuş olacaq 2. Buradan da olacaq 2y bərabərdir 6-ya, y də bərabərdir 3 olmuş olur. Y 3 isə, onda 3 bərabərdir x minus 2-yə, x isə bərabər olmuş olur 5-ə. Bizdən də x plus y soruşur. 3 plus 5 olar 8. Cavab oldu Y variantı. Gəldik növbəti 4-cü sualımıza. Bizə deyir ki, n-in neçədir qiymətində düzgün n bucağının bir daxili bucağının dərəcəsi ölçüsü 360-ın böləni olar. Biz bilirik ki, bir daxili bucağımız düzgün çoxsalda 180 vurulsun n-2 bölünsün n düsturdur. Və 360-ın böləni deyirsə, yəni 360 nəyə bölünməlidir? Elə bir ki, alfaya bölünməlidir. Onda yerinə gətirib yazsaq olacaq 360 bölünsün 180 vurulsun n-2 bölünsün n. Bu da olacaq 360 n bölünsün 180 vurulsun n-2. Bunlar ixtisar getsə burada olur 2. Oldu 2n bölünsün n-2. Bunu da sadələşdirsəm və belə yazsaq. 2n-4 üstəgəl 4 bölünsün n-2 şəklində yazsın. Və 4 əlavə 4 çıxdı. Onda bu da olacaq 2 üstəgəlsin 4 bölünsün n-2 şəklində. Yəni ifadəmiz oldu bu. Demək 2 üstəgəl 4 bölünsün n-2 şəklindədirsə, onda bizə lazımdır 4-ün bölənləri. Demək onda n-2'miz 1-1'ə bərabər olar. N olur 3. n-2'miz 2'yə bərabər olsa n olur 4. n-2'miz 4'ə bərabərsə n də olmuş olur 6. Yəni neçə qiymət olmuş oldu? 3 dənə qiyməti B variantı. Gəldik 5-ci sualımıza. 5-ci sualda deyir ki, tənliyin köklərinin hasilini tapın. Demək, x kvadrat çıx 9 vurulsun LC x minus 1 bərabər 0 tənliyin kökləri hasilini tapın. Hasil 0 ise ayrı 0 götürsəm, x kvadrat çıx 9 bərabərdir 0-a, LC x minus 1 bərabərdir 0-a. Bu vurgulanacaq x minus 3 ilə x plus 3'dür, bərabərdir 0-a. Buradan ayrı 0 görsəm, x 3'ə bərabərdir, x nəyə bərabərdir? Mənfi 3'ə. LC əsası 10 deməkdir. Onda x minus 1'i tapsam, bu olacaq 10'un üstündə 0. X minus 1 bərabərdir 1'ə, x də bərabər olmuş olur 2'yə. İndi kökləri hasilini soruşur. Burada biz bilirik ki, eyni zamanda LC'dəki x minus 1 həmişə nə şərt ödəmədə 0. Yəni x də böyükdür nədən? 1'dən. Demək ki, onda mənfi 3 nədir? Kənar kökdür. Onda cavabımız x 3'dür və x nədir? 2'dir. Hasildə nə edir? 6 olmuş olur.
B variantı. Gəldik 6-cı sualımıza. Deyir AB CD-yə paraleldirsə, şəkil əsasında BOC-ni tapın. Bunun düsturu da var ki, belə bir alfa, bura beta desək, bu da bizim x-imiz olsa, alfa ilə betanı toplayıb 180 çıxanda bizə verməlidir x-i. Və yaxud da düstursuz yazsaq, burada mən CD-yə paralel xətt çəksəm, bu formada, bura 105-dirsə, onda bura nə olmuş olur? 75 dərəcə. Bura 75 isə qarşımıza görə burada oldu 75 dərəcə. 145 isə onda bura nə olmuş olur? 35 dərəcə. 35, 75 elədi 110. Onda bura nə qalmış olur? 70 dərəcə. Cavab olur D variantı. Və yaxud da ki, dediyimiz kimi 145 ilə 105-i toplayıb 180 çıxsaq, bizə həmin x bucağını verər. Yəni bu da olur yenə 70 dərəcə. Gəldik növbəti sualımız 7-ci suala. Deyir ABC üçbucağında AC tərəfinə paralel orta xəttimiz 8. Biz ABC üçbucağını çəksək, ABC üçbucağını çəksək. Demək, orta xəttimiz 8-dirsə, onda oturacağımız nədir? 16-dır. Və deyir ki, AC tərəfinə çəkilən hündürlük isə 6-dır. Hündürlüyümüzü də ver bizə neçədir? 6-dır. Hündürlüyümüz oldu 6. ABC-nin sahəsini soruşursa, onda sahəmiz bilir ki, hündürlük vurulsun oturacaq, bölünsün nədir? 2-dir. Bu dedir 48. C variantı. Gəldik növbəti 8-ci sualımıza. Tangens deyir pi böl 4 üstəgəl alfa vurulsun kosinus 2 alfa minus 1 ifadəsini sadələşdirir. Bizim belə bir düsturumuz var ki, tangens alfa yarım arqumentdə uzatmaca bərabərdir. Surətdə sinus 2 alfa olsa, məxrəcdə 1 plus kosinus 2 alfa olur. Və yaxud da 1 çıx kosinus 2 alfa surətdədirsə, məxrəcdə də olmuş olur sinus 2 alfa düsturu. İndi həmin bu düsturdan biz istifadə etsək, demək, bu hissədən istifadə edəcəm. Olacaq 1 çıxılsın kosinus 2 alfa deyəndə, yəni bunu 2-yə vurmuş olacaq 90 üstəgəl 2 alfa. Məxrəcimiz olacaq sinus 90 üstəgəlsin 2 alfa. Vurulsun kosinus 2 alfa, çıxılsın 1 bərabərdir. Demək, 90-da adın dəyişir, nə olur? Sinus olur və mənfi ikinci cürbəsinə görə işarəsi mənfidir. Kosinusun olacaq 1 üstəgəl sinus 2 alfa. Bölünsün. Məxrəcdə sinus adın dəyişir olur. Kosinus 2 alfa. Vurulsun kosinus 2 alfamız. Çıxılsın 1. Kosinus 2 alfalar getdi. Oldu 1 üstəgəl sinus 2 alfa. Çıxılsın 1. Birlər də getsə cavab olmuş olur sinus 2 alfa. B variantı. Gəldik növbəti 9-cu sualımıza. Deyir, apsis oxuna nəzərən A6-7 nöqtəsinə simmetrik olan nöqtənin koordinatlarını tapın. Demək, 6 apsis oxuna nəzərən deyirsə, apsis oxu olanda x qalırdı, y nə olurdu? Əks işarə dəyişirdi. Yəni A nöqtəmiz 6-7. O x oxu nəzərən simmetriksə, onda 6 ilə müsbət 7 olmuş olur. Cavab olur A variantı. Gəldik 10-cu sualımıza. Verilmiş qrafik hansı funksiyanın qrafiki ola bilər deyir. Biz bilirik ki, hiperbol nədir? Tərs mütənasibin qrafikidir və ikinci, dördüncü rübdən keçirsə, y bərabər k bölünsün x-dirsə, onda k-mız normaldır, mənfi olmalıdır. K mənfi olub və demək bizim 2, 4-dən keçirsə, bu da olur Y variantı tərs mütənasibə görə. Gəldik 11-ci sualımıza. Deyir, parallelogram körbucaq təpəsindən. Demək, parallelogram çəksək. Demək, parallelogram körbucağın deyir, təpəsindən çəkilən hündürlüklər. Bir hündürlüyümüz budur. Digər də budur. Bunlar arasındakı bucaq deyir 50 dərəcədir. Onda buradakı dördbucaqlı forması bura 50, onda bura nə olmuş olur? 130 dərəcə. Bizə nə soruşur? Körbucağı soruşur. O da oldu 130 dərəcə. Gəldik 12-ci sualımıza. Deyir, aşağıdakı tənliklərdən hansının 2 bərabər kökü var? Kvadrat tənlikdir. Kvadrat tənlik 2 bərabər kök olması üçün disk nömrəndə şərt öndəməlidir, 0 şərt öndəməlidir.
Demək onda A variantına baxsaq, diskriminasiya olsaq olur 3-ün kvadraты 9 çıxılsın 24 bu olmur. A variantı getdi. B variantına baxsaq, 4-ün kvadraты 16-dır. 28 ise bu da olmur. C variantına baxsaq, 5x 25'dir. C variantı da getdi. D variantına baxsaq, elə cavabımız nə olacaq? D olmuş olacaq. Çünki diskriminant hesablasaq olur 6-nın kvadratı çıxılsın 4 vurulsun 9. 36 çıx 36 nə eləyir? 0 olur. Yəni cavab oldu D variantı. Gəldik 13-cü sualımıza. Y-in deyir hansı qiymətində vektorları perpendikülər olar? Biz bilirik ki, vektorlar perpendikülərsə skalar asimiz x1, x2, üstə gəl y1, y2 sıfıra bərabər olmalıdır. Həmin düsturdan istifadə etsək, 6 vurulsun -6, üstə gəlinsin -4 vurulsun y bərabərdir 0. -36 çıx 4y bərabərdir 0-a. Buradan 4y-imiz bərabərdir -36-ya. Y də eləyir -9. Cavab oldu A variantı. Gəldik 14-cü sualımıza. Deyir ki, ABC'de üsbüzağında AB BC'ye bərabərdir. AB BC bərabər yanlıdır. Onda DY deyir orta xəttdir. DY'miz orta xətdirsə, onda AC tərəfi tapmış olur ki, nədir? 12'dir. Sonra DYFG deyir, tərəfi deyir 6 olan kvadratdır. Yəni bunların hamısı nədir? 6'dır. Sonra deyir ki, AD'ni tapın. AD bizdən yəni bu x'i soruşmuş olur. Mən buradan B'dən bərabər üçbucaqda bax bu formada. Bu bərabər üçbucaqda təpədən çəkilən bu xətt həm hündürü, həm median, həm də nə olmuş olur? Tənbura. Onda buradan elə bir ki biz B təpəsindən biz hündürlüyümüzü çəksək, onda bunlar nəyə bölünür? 3, 3'ə bölünür. Burada 3 oldu, burada 3 oldu. Onda bütöv 12 də 6'sı buradırsa, yerdə bunlara da nə qalmış olacaq? Elə ki buradan bura 6 olmalıdır, buradan bura 6 olmalıdır. 3'ü buradasa 3 bura, 3 də bura bölünmüş oldu. Onda bunları tapdıq. 3, 3'dür. İndi burada da düz bucaq yanına görə Pifaqor tətbiq eləsəm, x'in kvadratı bərabərdir 3'ün kvadratı üstə gəl 6'nın kvadratı. Bu da 36 plus 9, 45 olur. X isə bərabərdir 3 kök 5 almış olur. Cavab olur B variantı. Gəldi 15-ci suala. Deyir ki, 5'in çıx 4 arıcıllığının 6-cı həddini tapın. Yəni gətirib n yerinə 6 yazsam, x6 bərabərdir 5 vur 6 çıx 4. 30'dan da 4 çıxsam 24 almış olur B variantı. 16-cı sualımız. A çıx B'nin deyir elementlərinin sayını B çıx A'nın elementlər sayına bölsək deyir 4 bölünsün 7'dir. Onda n A çıx B'miz nəyə bərabər olmuş oldu? 4K'ya. N B çıxılsın A'mız da bərabər olmuş olur 7K'ya. Venn diaqramı çəksək, kəsişmədə deyir 4 element var. A çıx B'də 4K idi, B çıx A'mızda nə idi? 7K idi. Birləşməsə nədir? Deyir 26. Onda bunları toplasam 11K üstə gəl 4'ümüz nəyə bərabərdir? 26'ya. 11K'mız buradan bərabərdir 22'yə. K bərabər olmuş olur 2'yə. K'nı tapdıq 2'yə. Bizdən də NA böl NB'ni soruşur. Onda K 2 isə bura oldu 8, burada oldu 14. Onda NA'mız 8 plus 4 12'dir. NB'miz də olmuş olur 18. Bizdən nə soruşur? A'nın B'yə nisbəti. 12 böl 18. 6'ya xısar getsə 2 böl 3. 2 böl 3 D variantı. 17-ci sual. Y bərabərdir loqaritma 2 əsasının x funksiyasının qrafiki hansı rüblərdə yerləşir? Demək, loqaritmanın qrafiki bilirik ki, əsasımız 1-dən böyükdürsə, onda bu formada bir qrafikdir, bir nöqtəsindən keçərək. Demək, loqaritma 2 əsasının x isə hansı rüblərdə oldu? 1-ci və 4-cü rüblər C variantı. Gəldi 18-ci sualımıza. X plus 1 vurulsun y minus 1 bərabərdir. X vurulsun y minus 1 çıxılsın y vurulsun x minus 1 bərabərindən x, y qalsın tapın. Ötəzən vurub açsaq, olacaq x, y çıx x üstə gəl y çıx 1 bərabərdir. Bunu da vurub açsaq, x, y çıx x. Bunu da açsaq, mənfiyə görə nəzər alsaq, çıx x, y üstə gəl y. Buradan x, y'lər getdi. Sonra
X-larımız eyni işarətdə sağ sol 0 edir. Y-lərimiz eyni işarət getdi. Yerdə qaldı. X, Y çıx 1 bərabərdir 0. Buradan da X, Y tapsaq bərabər olur 1-ə. Bizdən də X, Y soruşurdu. Cavab oldu B variantı. 19-cu sual. N sayda deyir ədədin ədəd ortası 10-dur və cəmi 60 olarsa N-i tapın. Demək, ədədlərin cəmi 60-dır və sayına N-ə bölsək ədəd ortamızı verir, yəni 10. Buradan da N bərabər olmuş olur 6-ya. Cavab olur 6A variantı. Gəldik növbəti 20-ci sualımıza. Sxemdə deyir, bərabərsinin həllər çoxlu təsvir edilib. Sxemə əslində bu bərabərsinin tam həlləri cəmini tapın. Demək, 3, -3 daxil deyil, amma 6 nədir? Daxildir. Tam həlləri cəmini tapın deyir. Onda bu arağa daxil olan -2, üstə gəlsin -1, üstə gəl 0, üstə gəl 1, üstə gəl 2, üstə gəl 3, üstə gəl 4, üstə gəl 5, üstə gəl 6. -2, müsbət 2 bir-birinin əksidir getdi. -1, 1, bu da elədi 0. Yerdə qaldı 3 plus 4, elədi 7, üstünə 5 gəlsəm 12, üstünə də 6 gəlsəm 18 olmuş olur A variantı. 21-ci sual. Tangisi x bərabər -1 tənliyinin ən kiçik müsbət kökü neçə dərəcədir? Demək, tangisi x bərabər tənliyini həll etsək, x bərabərdir -pi/4 üstə gəl pk olmuş olur. Və yaxud da -45 üstə gəlsin 180 dərəcə k-da yazmaq olar. İndi deyir ki, ən kiçik müsbət kökünü tapın. K-ya 0 versək, bu -45 olur, olmaz. K-ya 1 versək, K bərabər 1 olarsa, onda olacaq x bərabərdir -45 üstə gəlsin 180. Bu da edir 135 dərəcə. Yəni ən kiçik müsbət dərəcə olaraq 135 B variantı. Gəldik 22-ci suala. Deyir, radiusu 12 cm olan çevrənin iki paralel və bərabər vətərlərin uzunluqları cəmi diametrə bərabərdir. Demək, biz çevrəmizi çəksək, iki dənədir, paraleldir və bərabər vətərlərin uzunluqları cəmdir. Nəyə bərabərdir? Diametrə bərabərdir. Onda bu bərabərdirsə, mərkəzdən müxtəlif tərəflərdədir bu vətərlər. Mərkəzimiz buradadır. Radiusumuz nədir? 12-dir. Buradan bura nədir? 12-dir. Buradan burada yenə nədir? 12-dir. Və vətərlərin cəmi bizə diametr verdiyinə görə 24, onda hər biri vətərlərində nə olmuş olur? 12 olur. Onda buradan bura biz məsafəni çəksək, x-sısa, buradan burada nə olacaq? X olmuş olacaq. Və bunlar bölünür onda 6, 6-ya. Bura fikir versək, 12, 6-dırsa, demək ki, onda bura 30 dərəcədirsə, burada nə olmuş olacaq? 60 dərəcə. 30-un qarşısı 6-dırsa, 60-ın qarşısı nə olmuş olur? 6 kök 3. Bu 6 kök 3-sə, burada nə oldu? 6 kök 3. Onda bizdən nəyə soruşurdu? Vətər arasında məsafə olmuş olur 12 kök 3 B variantı. Gəldik 23-cü suala. Oxşarlıq əmsalı deyir 2 olan 2 çoxubcaldan kiçiyinin perimetri 12 olarsa böyüyün perimetri tapın. Demək, perimetrə nisbəti, yəni P1-in P2-yə nisbəti nəyə bərabərdir? K-ya bərabərdir. Kiçiyimiz 12-dirsə, onda buradan bir şey böyüyü tapsaq, P1-i tapsaq, K vurulsun olmuş olur, P2 olmuş olur. Yəni 2-ni də 12-yə vursam, olar 24. Cavab oldu 24. Gəldik 24-cü sualımıza. Deyir, kəsirlərin cəminin deyir, hasilinə olan nisbətini tapın. Bu kəsirə topasa orta vəzifəsi bu 6 olmuş olur. Bunu vuraram 2. Oldu 6-da 5, üstə gəlsin 6-da 4. Bu oldu 6-da 9. İxtisar aparsaq 3-ə 2-də nə olmuş olur? 3. İndi hasilini tapsaq 6-da 5 vurulsun 3-də 2. Demək 2 ilə bu getsə burada qalar 3. Bu da oldu 9-da 5. Bizə deyir ki, cəminin hasilinə olan nisbətini tapın. Demək 2-də 3-ü bölürəm nəyə? 9-da 5-ə. Bu da bərabərdir. 2-də 3-ü vururam 5-də 9-a. O da bərabərdir 10-da 27. Yəni 2,7 olmuş olur cavabımız. Cavab oldu 2,7
Gəldik 25-ci sualımıza. Deyir kök altda 2 çıx 5 və kök altda 5 bölü 2 aralığında neçə tam ədədi var? Kök altda 2 təqribən 1,4-dür. 1,4 çıxılsın 5 yazsaq olur mənfi 3,6 təqribən. Kök altda 5 üstə gəlir ki, bu kök altda 2 çıx 5 olmuş oldu. Kök altında 5 üstə gəlir 2 isə bərabərdir. Bu 2 tam neçədir üstünə ki gəlsən, bu da təqribən 4 tam onda deyək ki 2-dir. Demək 4 tam onda 2-dir, bu da mənfi 3 tam onda 6 deyir. Aralığında neçə tam ədəd var? Bu da ki olur mənfi 3 ilə 4 parçasında, yəni 8 dənə tam ədədimiz olmuş olur. Gəldi 26-cı sual. Deyir 2-nin üstündə 2x minus 9 böyükdür 0,25 bərabərsə ən kiçik tam əlini tapın. 2-nin üstündə 2x minus 9 böyükdür. %25 4də 1-dir, yəni o da 2 üstü nə deməkdir? Mənfi 2 deməkdir. Onda əsaslar birdən bölünə görə 2x minus 9 böyükdür mənfi 2-dən. 2x böyükdür. Bu keçdi, 9 keçdi, sağ tərəf oldu 7. X ise böyükdür 3,5'dən. Demək ki 3,5'dən böyük ən kiçik tam əlli olmuş olur 4. Gəldik uyğunlaşdırma sualımız 27-ci suala. Deyir uyğunluğu müəyyən edin. A ədədi B ədədinin bölənidir. A B-nin bölənisi, onda B bölünür nəyə? A-ya. Demək ki B A-ya bölünürsə, onda əbobu A-dır, əkobu nədir? B-dir. Demək əbob A-dır, onda B variantı bura uyğun gəldi. Əkob B-dir, C variantı da uyğun gəldi 1-ə. İndi gəldik ikinciyə. Deyir A ədədi B ədədinin bölünənidir. A B-nin bölünənidirsə, onda A-nı nəyə bölmüş oluruq? Biz B-yə bölmüş oluruq. Onda A ədədi B ədədinə bölünürsə, yenə böyük ədədimiz əkobdur, kiçik ədədimiz əbobdur. Əbobumuz onda olur B, yəni D variantı. Əkobumuz da olmuş olur A, Y variantı. D, Y də bura getdi. Bir dənə variant qaldı ki, o da 3-ə gedir. Yenə A ədədi ilə B ədədi qarşılıqlı sadəsə, onda əkob olan hasildir. Yəni A variantı da bura getmiş olur. Gəldik situasiya sualımız 28-ci sualımıza. Deyir ki, A B-yə paraleldir. Şəkil əsasən Y-i tapın. Burada baxsaq 5x plus 19 ilə 2x minus 14 qonşu bucaqlardır. 5x üstə gəl 19 üstünə 2x minus 14 gəlsək, bizə verər 180 dərəcə. 7x üstə gəlsin 5 bərabərdir 180 dərəcəyə. 7x bərabərdir 175 dərəcəyə. X isə bərabərdir 25 dərəcə olmuş olur. X-i tapdıq 25 dərəcə. Demək, onda gətirib X-i yerinə qoysaq, bura olur 36 dərəcə. Burada oldu 144 dərəcə. İndi mən buradan bu 216 dərəcədən bu xəttimizi uzatsam, onda bura oldu 180 dərəcə. Burada olur onda 36 dərəcə. Və buradakı bucaqlar paralel şərtə görə buradakı bucaq nədir? Çarpaz bucaqlardır. Onda burada olmuş olur 36 dərəcə. Onda bura qalmış olur nə qədər? 108 dərəcə. 4y üstə gəl 12, onda bərabərdir 108 dərəcəyə. 4y bərabərdir 96 dərəcəyə. Y də bərabərdir 24 dərəcə almış olur. Bizdən də y-i soruşurdu. Cavab oldu 24 dərəcə. Gəldik 29-cu sualımıza. Deyir, ədəd oxunda A nöqtəsi 2-dir, B nöqtəsi 12,4-dür. C nöqtəsi x olarsa deyir, AC-nin CB-nin 3,5-dir, x-in mümkün qiymətlərini tapın. Onda x-in mümkün qiymətləri soruşursa, bir halımız belə olacaq. A burada, C burada, B də burada olsun. Bura oldu 12,4, bura oldu 2 nöqtəsi, bu da oldu x nöqtəsi. AC-imiz 3K-dır, CB-imiz 5K-dır. Onda mən AB məsafəsinə görə 8K-mız bərabər olur. 12,4 çıxılsın 2-yə.
oldu 10,4. Buradan da k bərabərdir 1,3 almış olur. K 1,3 ise bura oldu 3,9. Onda x-dan mən 2-ni çıxsam nəyə bərabər olmalıdır? 3,9-a. Buradan da x-i tapsam olur 5,9. X-in bir qiyməti 5,9. Keçdi ikinci halımıza. İkinci halda isə C burada olsun, A burada olsun, B də burada olsun. 2'dir, 12,4'dür. Bu da x. Yine AS'miz deyir nədir? 3K'dır. BS'miz 5'dirsə onda bura nə qalmış olur? 2K qalmış olur. İndi mən 12,4'dən 2'ni çıxsam bərabər olmalıdır 2K'ya. Buradan da K bərabərdir. Demək 10,4 5,2 olmuş olur. K 5,2'dirsə bu oldu. Onda 3'ə vursaq 15,6. Onda 2'dən x'i çıxsam bərabər olmalıdır 15,6'ya. Buradan da x bərabərdir mənfi 13,6'ya. İkinci halımız da budur. Demək 1 oldu 5,9 x'in qiyməti, digəri isə mənfi 13,6. Gəldi 30-cu sual isbat sualdır. Deyir isbat edin ki düzbucaqlı üçgənin daxilinə çəkilmiş çevirən radiusu katetlər fərqinə bərabər olarsa perimetri hipotenuzdan 2,4 dəfə böyükdür. Onda radiusumuz deyir bərabərdir katetlərin fərqinə A minus B-yə. Və biz eyni zamanda bilirik ki düzbucaqlı daxili cəmi çevirən radiusu katetləri cəmi çıx hipotenuz bölü nəyə bərabərdir? 2-yə. Onda bərabərləşdirsək A minus B bərabərdir A plus B minus C bölünsün 2. 2'ye vursam hər tərəf olacaq 2A çıxılsın 2B bərabərdir A plus B minus C. Buradan da C bərabərdir 3B çıxılsın A'ya. Və düzbucaqda katetlərin kvadratları cəmi bərabərdir hipotenuzun kvadratına. Yerinə yazsaq A kvadratı üstə gəl B kvadratı bərabərdir. Bunu da mötərizə kvadratına atsam 9B'nin kvadratı çıxılsın 6AB üstə gəl A'nın kvadratı. A kvadratları getdi. B'lər bir tərəfə hesab olacaq 8B'nin kvadratı bərabərdir 6AB-yə. Hər tərəfini 2B'yə bölsəm 4B bərabərdir 3A almış olur. Buradan da əvəz etməyə görə yaza bilərik və yaxud da demək B-nin nisbətini görsəm B'miz 3K'dır. A'mız nədir? 4K'dır. Onda gətirib yerinə yazsaq bu da olacaq 5K. Onda bizə deyir ki perimetr bunların cəmidir olur 12K. Hipotenuz da 5K'dır. Onda 12K'nı 5K'ya bölsək olur 2,4. Yəni isbat olmuş oldu. Diqqətinizə görə təşəkkür edirəm şahidlər. Kanalımıza abunə olub videomuzu bəyənməyi unutmayın.